Həyəcan və səbirsizliklə gözlədiyimiz növbəti Avrokubok həftəsi arxada qaldı. Son həftələrdə uğursuzluqlar ard-arda gəlirdi. Neftçi və Zirə özlərindən heç də güclü olmayan rəqiblər qarşısında aciz qalaraq Avropa səhnəsini tərk etmiş, Qarabağla Sabah isə 3-cü təsnifat mərhələsinin ilk oyunlarında uduzmuşdu. Həyəcan üçün yetərincə əsas vardı, amma bu dəfə bizim həftəmiz oldu. Həm Sabah, həm Qarabağ məğlubiyyətin revanşını alaraq adlarını play-off mərhələsinə yazdırdı. Tarixində ilk dəfə Çempionlar Liqası həyəcanını yaşayan Sabah Danimarkadakı ilk oyunda uduzmamalı idi. Orhus ilk qarşılaşmanı 2-1 qazansa da Sabah oyunu ilə ümid vermişdi. Valdas Dambrauskas akademik məşqçi bacarığını bu oyunda da göstərdi. İlk görüşdən sonra Orhusu bir qədər də tanıyan Sabahın baş məşqçisi cavab matçı üçün rəqibi tam çözmüşdü. Keçən sujetdə Danimarkalıları Masazının Duz gölündə qərq edəcək dediyimiz Sabah bu işi sözün məcazi mənasında gördü. Orhusu duzlayıb, sonra da sərib qurutdular. Sabah Orhusu keçə bilməsəydi Avroliqanın play-offuna yuvarlanıb orada Benfica kimi amansız rəqiblə qarşılaşacaqdı. Eramızdan əvvəl Spartakın dediyi kimi acından ölməkdənsə qılıncdan ölmək daha yaxşıdır misalı Sabah Orhusla qorxaq futbol oynayıb şansını gözləməkdən, sonra da Benfica'nın timsalında olduqca təhlükəli rəqiblə qarşılaşmaqdansa, oyun başlayan kimi cəsarətlə Danimarkalıların üzərinə yeridi. İlk hissədə şimaldan gələn qonaqlar birtəhər Sabahın təzyiqi qarşısında davam gətirdi. Çox da bel bağlamadığımız qapçı Pakatilov da bu qarşılaşmanı yüksək səviyyədə keçirdi. Onun birinci hissənin sonlarında Sabahı real qoldan xilas etməsi maçın gedişatına da nəticəyə də böyük təsir göstərdi. Sabahın rəqibin cərbə meydanı ilə mərkəz dairəsi arasında davamlı pressingi nəhayət 59-cu dəqiqədə nəticəsini verdi. Veljko Simic Çempionlar Liqasında 6-cı oyunda 5-ci qolunu vurdu. Bununla da Şimallıların müdafiə sistemi çöktü. Steve Solvet, Joel Lens Mikes və yeni transfer Severina ardıcılıqla qolları sıraladı. Danimarka çempionu Kopenhagenə Qarabağda 2 dəfə 2017 və 2025-ci illərdə dərs vermişdi, amma beləsi olmamışdı. Rəsmən darmadağın. Sabah Orhus səttini keçməklə Çempionlar Liqasında özünə xas olan rekordu yenilədi. Söhbət Çempionlar Liqasında debüt mövsümündə play-offa qədər irələməkdən gedir. Artıq minimum Avropa Liqasının əsas mərhələsinə vəsiqə təmin edilib. Lakin Çempionlar Liqasının liqa mərhələsi də əlçatmaz xəyal deyil. İsrail çempionu Hapoel Berşeva münasib rəqiblərdən sayılmır, lakin illərdə Çempionlar Liqasında oynayıb Avropada ad-san çıxaran komanda da deyil. Sabahdan Avrokubok təcrübəsi xeyli çox olsa da, Dambrauskasın ordusu İsrail övladlarını məğlub edə bilər. Avqustun 19-da Sabahı neytral meydanda Rumıniya paytaxtında qəbul edəcək Hapoel Berşeva azarkeş dəstəyindən məhrumdur. Bu da səfər oyununda Sabah üçün psixoloji üstünlükdür. Hər şey Dambrauskasın Orhusa qarşı düşündüyü kimi mükəmməl icra olunsa, Sabahımız Çempionlar Liqasının liqa mərhələsində açılacaq.